Hər birinizi salamlayıram və ümid edirəm ki, yaxşısınız. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır. Bugünkü videomuz çox maraqlı bir video olacaq, amma videoya keçməmişdən öncə təşəkkür etmək istəyirəm kimlərə. Keçən videoda görüb və buradakı izlərə görə çox narahat olub, mənə geri dönüş eləyənlər oldu, maraqlananlar oldu. Narahat olası heç nə yoxdur, çünki bu adi yanıq izi də artıq sağalmaqdadır hətta. Ümumiyyətlə mən biraz diqqətsizəm, davamlı demək olar ki, nəsə evdə nəyisə yandırıram, ya özümü, ya nəsə bir şeylər yanır davamlı. Ona görə də narahat olmayın, artıq demək olar ki, sağalmağa doğru gedir və belə bir problem yoxdur. Bilirəm ki, bir çoxlarınız narahat olmuşdunuz, yazanlar çox oldu mənə Instagramdan, WhatsApp üzərindən və s. Bugünkü mövzumuz nədir və qeyd edim ki, bugünkü mövzumuza daha aydın formada mən birbaşa canlı videoda çəkəcəm və paylaşacağım. Yəni bu tarot yox, sırf sizinlə üzbəüz olan bir videomuz olacaq. Bugün isə sizinlə bunun dəstə seçini edəcəm. Mövzumuz budur. Nə üçün münasibətlər məndə alınmır? Yəni ola bilər ki, sizin münasibətləriniz bir neçə həftə davam edir, alınmır. Ola bilər ki, münasibətləriniz gedir, amma evliliyə çatanda nəsə olur, alınmır. Həyatınızda gələn bəylər bir şəkildə zəif xarakterlər olur, bir şəkildə nə bilim imkanı zəif olur. Yəni bir şeylər olur ki, davamlı siz deyirsiniz ki, mən heç cürə doğru kişini tapa bilmirəm ki, ondan ailə həyatı qurum və ya da doğru xanımı tapa bilmirəm ki, onunla ailə həyatı qurum. Və yaxud da hal-hazırda evli də olsanız, hal-hazırda münasibətiniz var, amma hiss edirsiniz ki, bu bir döngüdür. Yəni siz hal-hazırda xoşbəxt deyilsiniz və bundan öncəki münasibətlərinizdə də oxşar şeylər yaşamışsınız və xoşbəxt bir sevgi münasibəti nədir? Siz onu yaşaya bilməmisinizsə, bu video sizə aiddir. Xüsusilə də bu videonu kimə niyyət edirəm? Hal-hazırda boşanmış olan və hal-hazırda subay olan və münasibətləri heç cürə alınmayanlara, yəni ciddiyyətə doğru getməyənlərə və yaxud da həyatına heç kəsi ala bilməyənlərə aiddir bu video. Və 3 dənə yenə dəstəmiz olacaq. Birinci dəstə belə mavi bir qələm olacaq. Keçən dəfə də bunlardan istifadə eləmişdim. Uyumlanmanız çox qəşəng olmuşdu deyə bu dəfə də yenə bundan istifadə eləmək istəyirəm. Mavi bir qələm olacaq birinci dəstə. İkinci dəstə yaşıl bir qələm olacaq sizin üçün. İkinci dəstə. Üçüncü dəstəni seçənlər isə qırmızı bir qələm. Bunlar sadəcə bir simvolikadır. Sadəcə enerjinizi hiss eləyin ki, hansı qələmi seçmək sizin üçün, sizə sanki iç səsiniz deyir ki, o qələmdə sənin üçün lazım olan mesajlar var. Mavi, yaşıl və qırmızı. Və bunları əgər seçdinsə, mən sənin üçün hətta vaxt verirəm, biraz sakit dayanıram. Dedim ki, artıq seçim elədin. Əgər sən seçim elədinsə, o zaman mən başlayıram mavi qələmi seçənlərdən. Mavi qələmi seçənlər sizi niyyət edirəm, siz də özünüzü niyyət edin, öz adınızı, yaşınızı, ana adınızı deyə bilərsiniz. Nə qədər çox siz belə deyək də videoya odaqlananda çox daha dərin, dəqiq olaraq mesajlar ötürürsünüz bura, o qədər də net olacaq. Çünki mənə həqiqətən də WhatsApp-da çox gəlir bu ki, özəl açılımımla dəstə seç açılımım birəbir eyni oldu. Mən hər zaman deyirəm ki, çünki nə qədər ki burada öz adınızı deyirsiniz, yaşınızı deyirsiniz, videoda enerjinizi ötürürsünüz, düz hiss edirsinizsə, zaten mesajlar sizin üçün olacaq yəni. Bu dəstəni seçənlərin münasibətləri niyə alınmır? Niyyət edirəm bu dəstəni seçənlərə. Baxaq ümumiyyətlə sizin öz enerjinizə. Baxaq görə bu dəstəni seçənlər həm xanımlara aiddir bu arada, həm də bəylərə. Baxaq görə bu dəstəni seçənlərin, birinci dəstəni seçənlərin öz enerjisi necədir? Birinci dəstəni seçənlərin öz enerjisi necədir? Aha, biraz baxın, doğru nədir, yanlış nədir? Doğru münasibət nədir, yanlış münasibət nədir? Bir çoxlarınızda bunu bilmədiyinizi və sizin üçün doğru olanın nə olduğunu hələ də aydınlaşdırmadığınıza görə. Ola bilər ki, sizin üçün doğru qadın və ya doğru kişi modeli var. Amma bu doğru kişi və doğru qadın modeli əslində sizin ya valideynlərdən, ya gördüklərinizdən öyrəndiyiniz, amma əslində düzgün olmayan bir modeldir ilk öncə. Məsələn, olur ki, bəzi xanımlar deyir ki, mən qısqanc bir insan istəyirəm, sıxsın və mən belə hiss edildiyimi hiss edirəm və bu şəkildə insanla evlənəndən sonra
azadlığı, rahatlığı, işləməyi hamısı əlindən çıxandan sonra peşman olur. Çünki əslində orada əksik olan bir ata fiquru olur. Məsələn, o ata fiquru dəstəyini, o atanın bir əzmi var da üzərində. Onu hiss eləməyən xanımlar çox vaxt belə bəylərlə əlaqə qurur. İndi bu mən məsəl üçün deyirəm ki, siz daha dərin anlayasınız ki, nə deməkdir bu. Və evlənəndən sonra baxır görür ki, yox, heç də ona lazım olan insan qısqanc bir insan deyildi. Yəni ona görə də burada ilk öncə deyir ki, doğrunu müəyyən eləyə bilməmisiniz hələ ki, özünüzlə bağlı, həyatla bağlı. Yanlış nədir, doğru nədir, sizin üçün hələ tam olaraq aydınlaşmayıb. Və bir anda belə deyək də guruluyursunuz, bir anda belə coşursunuz, həyat ehtirasınız da var, özünüzlə ehtiraslı insanlar ola bilərsiniz. Amma bir anda belə coşub, bir anda da sakitləşirsiniz, geriyə çəkilirsiniz, münasibətlərdə də ola bilsin belə başlayırsınız, qığılcım yarandı, aha bu odur, doğru insandır. Amma sadəcə bir neçə gün və ya bir neçə həftə sonra ümumiyyətlə geriyə çəkilirsiniz və tam olaraq daha çox hal-hazırda da münasibətlərdə kənardan baxan tərəfsiz sanki. İzləyən tərəf, baxan tərəf, qiymətləndirin, baxım görün bu necədir. Ümumiyyətlə ola bilər bəzilərinizin doğru olmayan bir dost çevrənizdə var. Ola bilər ki, düzgün olmayan bir olur ortamlar var da, bəzi ortamlar, halbuki o ortamlar sizə lazım deyil, amma siz o ortamlardasınız. Sizə yaxşı gəlməyən insanlarla əhatə olunmusunuz. Bunlar sizin iş yoldaşlarınız ola bilər, kollektiviniz ola bilər. Belə bir enerjiyə əhatə olunmusunuz və hal-hazırda enerji olaraq sevgidə sanki ya nəyisə gözləyirsiniz, ya da biriləri var zaten bəyəndiyiniz. Onu sadəcə stokluyursunuz bu dəqiqə üçün və belə deyim, mübarizə enerjiniz çox yüksəkdir. Mübarizə enerjiniz çox belə yeni bir şeylər eləyim, yeni şeylər kəşf eləyim, yeni yerlərə gedim, başqa bir ölkəyə köçüm, başqa bir ölkədə özümə yeni bir həyat qurum. Bax, bu şəkildə əslində planlarınız və xəyallarınız var. Eyni zamanda ola bilər ki, hal-hazırda dediyim kimi ya həyatınızda zaten biri ilə tanış olmusunuz bu dəqiqə üçün, biri var zaten ki, siz artıq onunla tanış olmusunuz və yaxud da bunu hal-hazırda yeni bir başlanğıc istəyirsiniz. Amma pul mövzularında da hər hansı bir məsələni tamamlama, yəni başladım və onu tamamlama mövzularında da davamlı bir problem yaşayırsınız. Hələ də məsələn xüsusilə maddi mövzularda belə necə pul qazana bilərəm, haradan başlaya bilərəm, necə davam eləməliyəm, hansı yoldan pul qazansa mənim üçün daha rahat olar. Bu mövzuları da hələ ki özünüzdə tam olaraq netləşdirə bilmədiyinizi görürəm. Okey. Baxaq görək, hal-hazırda bu sizin indiki enerjinizdir. Sizin evlənməyinizə, münasibətləri rahat və xoşbəxt münasibətlər qurmağınıza, daha rahat, daha sakit münasibətlərdə olmağınıza, həmin münasibətin davamlı olmasına, münasibətləri evliliyə qədər aparmağa nə sizə mane olur? Baxaq. Görək sizə nə mane olur? Birinci dəstəni seçənlər, hal-hazırda ola bilərmi ki, siz zaten bir evlilik münasibətindəsiniz və yaxud da ciddi bir ilişkiniz də var, amma yenə də bu videoya baxırsınız. Yenə də bu videodasınız. Və yaxud da ki, nəsə ciddi bir mövzu yoldan qayıtmışsınız, sanki ciddi bir, belə deyək də, münasibətin tam eşiyindən qayıtmışsınız. Çünki mən burada daha çox ciddi münasibətləri olan və yaxud da bu olub da bitən xanımları daha çox burada görürəm. Burada əslində göstərdiyi bizə odur ki, ola bilər ki, bu insanla bağlı, konkret bir insanla çünki bağlı göstərir burada. Ona görə deyirəm, əslində bizim sualımız nədir? Bizə nə mane olur? Burada əslində bəzi aldatmalar və yanılmalar mane olduğunu göstərir. Bəzən xüsusilə xəyalpərəst oluşunuz, xüsusilə insanları doğru və olduğu kimi dəyərləndirə bilməməyiniz, rahata qaçmağınız xüsusilə mane olur göstərir. Daha sonra göstərir ki,
burada düzgün şəkildə məsələn boş bir qısqanclıq ola bilər və yaxud da boş bir güvənsizlik ola bilər. Sanki belə deyək də, eşi bundan da nəsə çıxmaz. Ya getdim mən bu şəkildə rahatıma düşkünəm, heç kəsin ağzını oynaya bilmərəm enerjisində daha çox münasibətlərə yanaşmanız ola bilər və burada xanımlarda biraz eril enerji güclüdür və yaxud da kişilər daha çoxdur və qadınlarda da kişi enerjisi daha güclüdür. Çünki əslində burada xanımlar deyir ki, mənim heç kəsə ehtiyacım yoxdur. Mən özüm də bacararam, özüm də eləyərəm, özümün də yetərincə gücüm var və s. və xüsusilə bu şəkildə başladığınız hər şeydə bir problem yaşamısınız və xüsusilə bu şəkildə yaşadığınız hər şeydə bir sonlanma və çöküş enerjiniz olub. Bəziləriniz bəlkə də həyatınızda avtomobil qəzaları keçirtmisiniz. Bəzilərinizdə birdən-birə ən yüksəyə qalxanda da belə deyək, məcazi mənada müəyyən problemlər yaşanıb. Sanki xəyanətlərə uğramısınız. Tam olaraq əslində çox güclü olan xanımlar var burada. Yəni və xüsusilə də özünə aşırı dərəcədə güvənən xanımlar var. Amma bu yüksəlişin, o ən yuxarıdan yerə dəymənin bir acısı var sanki bu dəstədə. Yəni ən yaxşısı məndə idi, amma əlimdən getdi. Xüsusilə bundan sonra sizdə olan qərarsızlıqlar var və ya siz evlisiniz və yaxud da evliliyə doğru gedəndə baş verdiyinə görə bu məsələ, xüsusilə də xəyanətə, yalana görə və yaxud da sizin doğru şəkildə dəyərləndirə bilmədiyinizə görə ola bilər ki, bu münasibət bu şəkildə bitib və hal-hazırda bir çoxlarınızın əslində mövzusu bu deyil, amma bir çoxlarınızın enerjisi bilirsiniz nədir burada xüsusilə? Mənə qayıdıb mən yenidən ondan barışsam xoşbəxt ola bilərəmmi? Amma burada yenə deyirəm, niyyətimiz bu deyildi. Ona görə əgər sən indi bu videonu izləyən hər kimsənsə, bunu yaşayırsansa, bu video sənə aid deyil. Çünki sənin enerjin daha çox hiss olunur. Bu video kimlər ki, ümumiyyətlə münasibət qura bilmir və münasibətlərə alınmır, ona aiddir. Çünki burada seçənlərin daha çox mən görürəm ki, evlilik mövzusu ilə bağlı bir qərarsızlığı var. Bir geri dönüş var burada keçmişdən. Bu geri dönüşü qəbul edib eləməməklə bağlı bir belə deyək də qərarsızlıqlar var birinci dəstədə. Yəni burada əgər sən bu videonu izləyirsənsə, xahiş edirəm özünə uyğun olan videonu seç. Çünki sənin enerjin mane olur ki, biz əsl səbəbi tapaq. Gəlin başqa bir kart dəstəsinə baxaq. Özünüzü yerə niyyət eləyin. Və mən sadəcə niyyət edirəm münasibətini qura bilməyənlərə, münasibətdə xoşbəxt ola bilməyənlərə, münasibətini ciddiləşdirə bilməyənlərə, münasibətini evliliyə doğru apara bilməyənlərə, davamlı ciddi münasibətlər qurmaqda çətinlik çəkənlərə. Nədir bunun səbəbi? Nə üçün mavi qələmi seçən insanların, hal-hazırda bura niyyət edən insanların həyatında belə bir döngü var. Nə üçün onlar öz həyatlarına doğru şəxsi çəkə bilmirlər? Deməli, burada mövzu nədir əzizlərim? Burada bir çoxlarınızda məsələ budur ki, yaşanan bir qəlb qırıqlığı və yaxud da ki, bir sarsıntıdan dolayı əslində qəlb çakranızı bağladığınızı görürəm. Qəlb çakranızda, mədə çakranızda və kök çakranızda, bu 3 çakrada xüsusilə çox böyük bloklanmalar var. Qəlb çakrasında bloklanma olduğu zaman qəlbinizi bir daha sevgiyə aça bilməzsiniz güvənlə. Kök çakrasında problem olduğumuz zaman zaten biz köklənib, tamamlanıb, artıb, çoxalmaq, evlənmək bu alınmır və xüsusilə də mədə çakrasında müəyyən problemlər olanda isə o insanın artıq dünya ilə güvənli bağları alınmır, güvənli münasibətlər qurması alınmır və artıq burada sevgidən də, evlilikdən də qorxan bir hala gəlmişsiniz. Belə bir duruma gəlmişsiniz ki, siz düşünürsünüz ki, artıq mən sevmək istəyirəm, çox imkanlı olsun, pula çox önəm verirsiniz bu arada, onu da deyim ki, və özünüzü olduğunuzdan daha sərt göstərməyə çalışırsınız əslində. Realda isə belə deyilsiniz. Ümumiyyətlə siz sevgili olmaq yox, birbaşa ailə qurmaq istəyirsiniz, ailə olmaq istəyirsiniz yəni.
Bir də çox sərt olaraq inanclarınız var və bunları dəyişmək istəmədiyiniz, sanki bax mən bu cür baxıramsa, deməli doğrusu budur dediyiniz bəzi durumlar var və yenə deyirəm, burada yenə də həmin enerji çıxdı. Bir çoxlarınızın ailə qurma, ya boşanıb ya da evlilikdən tam bir son addımda ayrılmalar yaşanıb və hal-hazırda da ya sizin həyatınızda birisi var, çünki yenə mən kartda amma eyni oxşar şeylərdir və yaxud da ki, siz sadəcə gözləyirsiniz ki, bir insan sizi gəlsin, hətta vəziyyətdən çıxartsın. Yəni hal-hazırki vəziyyətinizi düzəltsin, həm sizə sevgi versin, həm sizə maddi olaraq kömək eləsin, həm sizin bütün həyatınızdakı problemlərinizi həll eləsin. Amma risk eləmək lazımdır. Bunun üçün kiməsə danışmaq lazımdır, kiməsə söhbət eləmək lazımdır və s. Amma bu sizin üçün biraz qorxulu gəlir və siz elə bilirsiniz ki, bu çox böyük bir hadisədir. Yəni ki, məsələn, birinə şans vermək, biri ilə danışmaq çox böyük bir risk almaqdır və bu risk sizi qorxudur əslində. Və eyni zamanda həyatın ədaləti ilə bağlı məsələlərə olan güvənsizliyiniz var və özünüzü, ya müəllimlər var burada, bu dəstəni seçənlərdə, ya kiməsə nəyisə öyrətməyi sevən insanlar var. Həyatda belə deyək də, davamlı insanlar sizi necə tanıyır? Bax, gedim ondan ən düzünü ondan öyrənərəm. O hər şeyin ən doğrusunu bilir, ən ədalətlisini bilir, ən yaxşı variantı ondan öyrənmək olar. Sanki bu enerji sizdə var ki, siz hər şeyi zaten insanlara öyrədirsiniz, ya işinizdə bəlirli bir, yaxşı bir vəzifədəsiniz, ya insanlara bəlkə dövlət qulluğuyla və yaxud da rəsmi bir işlə bağlı insanlara kömək edirsiniz, özünüz orada işləyirsiniz və yaxud da bunun üzərindən bir dərs keçirsiniz, müəllimlik edirsiniz və yaxud da bunu öyrənirsiniz. Həyatınızın əsas yerində əslində bu dəqiqə üçün maddiyyatı qoyduğunuzu da görə bilirəm. Sanki deyirsiniz ki, mənim zaten qəlbim qırılıb, zaten mən əməklərim boşa çıxıb, heç olmasa həyatıma girəcək olan insan mənə maddi olaraq bir dəstəklə gəlsin. Çünki çox küsəyən, əslində həssas bir ruha sahibsiniz, özünüzü hər nə qədər də siz göstərsəz ki, mən çox sərtəm və yaxud da nə bilim, mənim heç nə vecimə deyil, heç nəyə ehtiyacım yoxdur, amma çox duyğusal bir tərəfinizin də olduğunu görürəm və Allaha bağlı, mentalitetə bağlı, qayda qanundan, yəni sevdim və evləndim, bu qədər, yəni o qədər də uzun müddət flört eləyim və s. bunu da bacaran bir insan deyilsiniz. Yaxşı, baxaq görək, bu həyat döngüsündə olmağınızın xüsusi bir səbəbi varmı? Sevgi döngülərinizdə uğursuz olmağınızın xüsusi bir səbəbi varmı? Sevgi döngülərinizdə uğursuz olmağınızın xüsusi bir səbəbi varmı? Ruhunuzun bir qorxusu var. Bu bir bitişə qarşı, həyatınıza olan bir bitişlə bağlı, sevgiyə qarşı duyduğunuz qorxu ilə bağlıdır. Ya ola bilər ki, bu mütləq deyilsiniz keçmiş sevginizdə. Ola bilər uşaq vaxtı kiminsə gedişi, kiminsə isə tərk edişi, həyatdan köçməsi. Sanki bu sizə bir özümü qorumalıyam, özümü sıxmalıyam və özümü münasibətlərdə yəni savunmalıyam. Çünki bütün münasibətlərin sonu ölümə, bitişə doğru gedir düşüncəsilə əslində. Bugünə qədər münasibətlərinizdə problem yaşamısınız. Birbaşa belə bir enerji var sizin aranızda və xüsusilə də keçmişə çox bağlısınız. Məsələn, biri ilə ayrılandan sonra yeni münasibət qurmaq yerinə istəyirsiniz ki, təzə bir münasibətdənsə köhnə münasibət yenidən sizə qayıtsın və yenidən köhnə münasibət sizlərlə siz yəni köhnə münasibətə şans verəsiniz. Bəziləriniz ayrılandan sonra ona ailəsi, bacısı, qardaşı dəstək olub. Bu şəkildə həyatda, yəni ki, belə deyək də, ayaq üstə qalıb. İndi hal-hazırda əslində həyatınızın transformasiya və dəyişim mərhələsindəsiniz, əzizlərim. Və bu dəqiqə üçün ola bilər ki, kimsə zaten var həyatınızda və ətrafınızda. Sadəcə sizə maraqlıdır ki, sizdə nə olmaz, siz bu dəfə səhv eləməyəsiniz, çox qərarsız bir formada. Çünki öncələrində çox sürətlə getmişsiniz irəliyə və düşmüşsünüz, necə deyirlər, yanılmısınız. İndi sadəcə izləməyə almışsınız, amma sanki biriləri zaten var sizinlə ciddi düşünən. Yaxşı, o zaman belə bir sual verək ki, kartlar ümumiyyətlə sizin bu senarilərlə bağlı nə məsləhət görür? Necə çıxa bilərsiniz ümumiyyətlə buradan? Niyə sizdə uğursuzluq yaranır və bunu necə həll edə bilərsiniz? Aha, kartlar tərs gəldi. Kupa beşlisi, şeytan,
Hı -hı. Baxın əzizlərim, buradan bilirsiniz mövzu nədir əslində? Çox burada ailə mövzusu ilə bağlı ilk növbədə ailə olmaq, ailə qurmaqla bağlı ssenarilərdə yanlış belə deyək, anlaşmalar, inanclar var. Yəni məsələn, sizin doğulduğunuz ailədə olan hər hansı bir münasibət ata və ananız arasında olsun, ananızın sizinlə münasibəti olsun, atanızın sizinlə münasibəti ilə bağlı olsun, oradan zaten sizdə bir travma olub. Zaten bir travma olub və siz ona görə də ailə yerini, təkliyi daha rahat hesab eləmişsiniz özlüyünüzdə. Daha çox maddiyata və maddiyatla bağlı karyeraya önəm verdiyiniz var. Yəni sanki mən işim olsun da, mənim pulum olsun da, mənim üçün hər şey daha yaxşıdır. O qədər də önəmli deyil. Pulum olsun, idarə eləmə məndə olsun, maddiyatım yerində olsun. O qədər də vacib deyil ki, mən evlənərəm və yaxud da kimsə mənim həyatımda olar. Normalda dişil enerjiniz yüksəkdir. Yəni burada demirəm ki, sizin ay qadınlıq enerjiniz, yəni qadınlıq enerjiniz zəifdir. Yox. Amma eriliniz də çoxdur. Yəni dişil enerjiniz də çoxdur. Demirəm ki, yəni dişil yoxdur, vaşı eril çoxdur. Yox, dişiliniz də çoxdur. Amma eril tərəfləriniz də var. Hansıdır bu eril tərəflər? Özüm eləyərəm, özüm bacararam, özüm gedərəm, özüm qazanaram. Bu da çoxdur. Bir də ki, sizin ola bilər bəzilərinizin bu həyatdan və ya keçmiş həyatlarda cadu ilə bağlı bəzi karmik döngüləriniz ola bilər. Ya siz bu həyata kiməsə ritual, şirinlik, cadu elətdirmişsiniz, ya sizin adınızdan elətdiriblər. Ola bilər də ki, bu sizin ruhunuzun karması, yəni sizin ruhunuz keçmiş həyatlarından bunu eləyib və bir də ki, siz takıntılı məsələn bir insana köklənirsiniz. Tutaq ki, deyirsiniz ki, mənim fikrimdə bu adam da ay Allah, nə olur o adam olsun. Sanki çox tez bir zamanda bir yerə bağlanma, tez bir şəkildə bir şeydən asılı hala düşmə enerjisi də var ki, amma çox güclü xanımlar. Ümumiyyətlə burada enerji də pulunu qazana bilən, pul qazanma potensialı çox yüksək olan, işləyən, çox baxımlı, yəni özünə dəyər verən xanımların olduğunu görürəm. Sadəcə sizin evliliklə, ümumiyyətlə ailə qurumu ilə bağlı səhv ssenariləriniz var. Sizə məsləhətim mənim canlı olacaq, videom olacaq hər şey barəsində və onların necə bu döngüdən çıxmaq lazımdır. Bununla belə barəsində tamamilə ödənişsiz video paylaşacağım. Linkini də yerləşdirməyə çalışacağım. YouTube'da, bəlkə də YouTube'da paylaşacağım. Mütləq şəkildə o videoya bax və bu döngünü bitir. Gəlirəm ikinci dəstəyə. Qoy. Gəlirəm ikiyə. Yəni yaşıl və qələmi seçənlərə özünüzün yenə də adınızı deyin, yaşınızı deyin, öz ana adınızı çəkin və mən niyyət edirəm, hal-hazırda bu dəstəni seçənlər, yəni bu qələmi seçən insanlara hal-hazırda sizin enerjiniz necədir ümumiyyətlə? Bu an üçün kimlər baxır? Necədir sizin ümumiyyətlə öz enerjiniz? Hal-hazırki enerjiniz necədir? Baxaq görək, hal-hazırki enerjiniz necədir? Aha. Ola bilər ki, bəylər də burada izləyir, ola bilər ki, burada baxın, boşanmışlar ola bilər, ayrılmaq ərəfəsində olanlar ola bilər, ayrılmaqla bağlı qərarsızlıq yaşayanlar ola bilər. Həyatımda çox güclü birinə ehtiyacım var. Həyatımda ata və anası, egolu, ata və anasının arasında egosal çatışmalar olan xanımlar ola bilər. Belə deyək də, həm ata, ola bilər ki, sizin ailədə, böyüdüyünüz ailədə, sizin və yaxud da kişi modelinizdə, yəni beyninizdəki kişi modelində, kişi də çox özündən razıdır və egoludur. Qadın da heç nəyə ehtiyacı olmayan bir gücə sahibdir. Və siz çox belə dikbaş və sərt sözlərini deyən bir insansınız. Və eyni zamanda sizin üçün də sizi tamamlayan bəyi də çox soyuqqanlı bir insan olaraq seçirsiniz. Çünki sanki sizdə
belə bir şey var ki, heç kəsə ehtiyacı olmamaq, heç kəsə ehtiyac duymamaq, heç kəsin sevgisindən asılı olmamaq. Biraz belə həyata soyuqqanlı da yanaşmış ola bilərsiniz. Sevgi ilə bağlı nədir sizin durumunuz? Bu dəstədə sevgi ilə bağlı nədir durum? Münasibətlərlə bağlı. Baxaq görək. Əslində çox bəyənilirsiniz. Yəni bunu sizinlə münasibət qurmaq istəyənlər də var. Münasibətləri də qura bilirsiniz. Münasibətlər də sizdə deyərdim ki, alınır. Bir çox insanlar sizinlə danışmağa, sizinlə həyatı yaşamağa, münasibət qurmağa can atırlar. Zaten ailə qurmaq istəyənlər də sizinlə var. Mən deməzdim ki, burada belə bir ümumiyyətlə münasibət qura bilmirsiniz. Belə bir durum deyil. Sadəcə sizin içinizdə bir savaş var sanki. Vermək istəmirsiniz daxilinizdəki o bir evlənmək bilirsiniz nədir? Bir növ təslimiyyətdən keçməkdir də. Bir insanın gücünü qəbul etməkdir ki, məsələn bu kişidə artıq bu məndən daha yüksək və güclü bir tərəf olacaq. Sanki içinizdə bunu vermək istəmirsiniz. Bu yeri, bu egonu satmaq istəmirsiniz. Bu egonu həmin kişiyə təslim olmaqla bağlı problemləriniz var və bu dəqiqə üçün siz əslində deyirsiniz ki, sanki bir dirəniş var içinizdə bu münasibətlərlə bağlı. Həm güclü insanlar, pullu sevən, belə deyək də, maddiyatı sevən, pul sevən insanları həyatınıza dəvət edirsiniz. Yəni bunu istəyirsiniz həyatınızda. Eyni zamanda da kişinin güclü olmasını istəyirsiniz, amma eyni zamanda da onun gücünə olan təslimiyyətinizi mən görə bilmirəm. Və ona görə dəngəli olmur sizin münasibətləriniz. Böyük pul mövzularında yanılırsınız zaman-zaman. Böyük pulla bağlı zaman-zaman yanılğıya uğrayırsınız. Ümumiyyətlə həyatınıza sadəcə və sadəcə özündən razı kişilər çəkən xanımlardır burada və yaxud da özündən razı insanlar çəkirsiniz. Yəni bir vəzifə sahibi olsun, bir güclü insan olsun, maddiyatı güclü olsun. Yəni həyatınıza çəkmək istədiyiniz yəni çəkdiyiniz insanlar bu şəkildə olur əslində. Bu cür olur. Amma son anda balansı qura bilmirsiniz, münasibəti qura bilmirsiniz, sanki onu saxlaya bilmirsiniz. Bəlkə bəziləriniz bu cür insanla evlisiniz, amma hiss edirsiniz ki, dəngə yoxdur. Yəni münasibətdə bir balansı qura bilmirsiniz. Yaxşı, baxaq görə bunun səbəbi nədir? Nə üçün bu dəstəyə baxırsınız odama? Sizi narahat edən nədir? Nə üçün bu dəstədəsiz hal-hazırda? Aha, bir bitiş, bir sonlanma. Əslində anidən sonlanan bitişlər sizi yorub. Anidən gələn bitişlər, anidən yaşanan münasibət qırılmaları, heç bir səbəb demədən çəkib getmələr, sizin beyninizdə sual işarələri qoyurlar. Elə bir ki, sizin beyninizdə qalır suallar. Niyə belə oldu? Axı hər şey qəşəng idi, axı hər şey yaxşı idi. Axı bizi bir-birimizi bəyənirdik, o məni sevdi, niyə belə oldu? Və bu sizə aqressiya verir əslində. Bu sizə nifrət enerjisi yayır ki, nə üçün belə oldu? Və xüsusilə də belə olanda ya siz evinizi tərk eləmisiniz, ya həmin insan evdən çıxıb gedib. Ona görə də sizin ətrafınızda, məsələn, hər kəsə qarşı bir şey var. Kim düşmənimdir, kim dostumdur? Baxın, buradakı əsas mövzu bilirsiniz nədir? Siz valideynlərinizdən güvən enerjisini, siz valideynlərinizdən sevgini alıb vermə enerjisini qəbul eləməmisiniz, qəbul edə bilməmisiniz. Davamlı güclü görsənməliyəm, davamlı müdafiədə olmalıyam, davamlı savaş içərisində olmalıyam, davamlı təşvişdə olmalıyam. Mən heç kəsə inanıb güvənə bilmərəm, davamlı savaş, hər yerdən mənə düşmənlər belə deyib çıxmasını saldıra bilərlər. Buna qarşı özümü qorumalıyam. Bax, belə bir enerjiyada. Yəni, daxili proqramlarınızda aşırı çox qəzəb var, qırılmalar var, xaos var və intriqa var. Bağışlamadığınız durumlarınız çoxdur. İlahi ədaləti çox istəyirsiniz ki, bu adam cəzalansın, mən bunu görmək istəyirəm ki, o adam cəzalansın. Mən çıxdım, getdimsə, o adam da başına isə gəlsin. Baxın, bu şəkildə əslində və sizin hal-hazırda münasibətlərinizi alınmaması görək, bu sizin ata proqramınızdır. Yoxsa ana. Baxın, ata proqramınızda da, ana proqramınızda da problem nədir? Atadan aldığınız proqramlarda əslində problemlərinizi görmək, amma onların üzərinə gedib onları düzəltməməkdir. Və davamlı qorxmaqdır ki, səhv eləyərəm, birdən yanılaram, birdən
nə bilim, səhv doğru addım atmaram, atılaram, ayrılaram. Bax belə bir zəif adamı həyatıma çəkərəm. Davamlı təşviş gəlir sizə atanızla bağlı. Ananızdan bağlı isə güclü görünməliyəm. Çox belə hər kəs tərəfindən qəbul edilən olmalıyam, hər kəsi idarə etməliyəm, kontrolda saxlamalıyam və durumu dəyişməməliyəm. Davamlı bu şəkildə və hər kəs ola bilər mamanızı məsəl üçün şanslı bir qadın olaraq görürdü, amma tutaq ki, mamanızın özünə aid problemləri vardı və siz də bugün eyni şəkildə davam edirsiniz. İnsanlar bəlkə də sizə deyir ki, bəxtəvərdir, yaxşıdır, hər şey qaydasındadır, amma sizin mamanızdan aldığınız ana ilə bağlı da bir proqramınız var ki, hansı ki, oradan da siz həll edə bilmirsiniz. Yəni sizin hal-hazırda valideynlərinizlə olan probleminizdir, xüsusilə də valideynlərinizdən gördüyünüz problemlərdir ki, siz münasibətlər qura bilmirsiniz hal-hazırda. Münasibət qura bilmirsiniz. Çünki rəqabət var. Atadan inciklik var, ana ilə rəqabət var. Ana ilə inciklik var, ataya rəqabət var. Bunları düzəltməyiniz lazımdır şuuraltınızda. Xüsusilə münasibətləri qura bilməməyinizin səbəbi birbaşa valideyn əlaqələridir. Çünki güclü bəylə birlikdə olmaq istəyən xanımlar güclü bəyi yanındakı o zəngin kişinin, necə deyərlər, belə deyək də, o insana güvənməyi bilməlidir. Burada təslimiyyət o insanın asılı hala düşmək deyil. Sözün əsl mənasında içində güvən enerjisi ilə bir münasibətə yaxınlaşmaqdan söhbət gedir. Və bu valideynlərə qarşı yoxdursa içəridə, siz ata və ananızın sizə olan sevgisinə güvənmirsinizsə, siz heç bir kişiyə və ya qadına güvənə bilmərsiniz. Gəlirəm 3-cü dəstəyə. Qırmızı qələmi seçənlər, niyyət edirəm sizə. Adınızı deyin, ana adınızı deyin, yaşınızı deyin. Baxaq görək, hal-hazırda ümumiyyətlə sizin öz enerjiniz necədir? Hal-hazırda sizin öz enerjiniz necədir? Hal-hazırda sizin öz enerjiniz necədir? Ata və ananızla, nə bilim, sevgi həyatınızla, hər şeylə bağlı sualları verəcəm. Hal-hazırda qırmızı qələmi seçənlərin sevgidə öz enerjiləri necədir? Baxaq. Belə deyək də, mübahisələrdən bezmişəm, arınmaq istəyirəm, darxıram, bilmirəm. Çox zaman belə bir şeylərə düşürsünüz. Biri ilə münasibət qurursunuz, onunla ayrılırsınız və yaxud da ondan qaçırsınız. Deyirsiniz, mən yenilənəcəm. Təzədən və yaxud da təzədən barışırsınız ki, bu dəfə fərqli olacaq. Amma bir döngü var və oradan çıxa bilmirsiniz. Hər iki tərəf, yəni kimlərlə ilişkidə olursunuzsa, hər iki tərəfin fikirləri qarışır və bilmir ki, ümumiyyətlə necə davranmaq lazımdır qarşı tərəfə. Necə davranmalıyam mən bu münasibətdə, necə özümü aparmalıyam, necə deyərlər. Hər dəfə yeni başlanğıc, bu dəfə də başqa olacaq. Hər dəfə yeni başlanğıc, bu dəfə hər şey qaydasında olacaq. Və bu dəfə geri qayıdan o insan, hər kimdirsə, sanki davamlı sizin həyatınıza birisi gəlmək istəyir, davamlı kimsə var ki, onunla fikirləriniz o insandadır da, belə deyək ki, və yaxud da düşünürsünüz ki, onunla olsa hər şey qaydasında olar. Amma axırda gəlir belə bir duruma düşür ki, siz ümumiyyətlə deyirsiniz ki, mən bu problemi, hər nə problem olsun, bunu həll edə bilmirəm. Bunu həll edə bilmədikcə də sadəcə və sadəcə özünüzü qorumaya almaq sizə qalır ki, savaşın, mübarizə aparım, təşvişdə qalım, yəni bədənim bütün günü həyəcanlı olsun, narahat olum, ürəyim tez-tez döyünsün, davamlı üzərimə sanki hücum çəksinlər, belə deyək, və problemlər mənim üstümə gəlsin, mən onlarla savaşım. Baxın, belə bir ruh enerji halındasınız ümumiyyətlə. Başqa sizin haqqınızda görək, nə deyəcək mənə başqa? Sizin haqqınızda başqa. Nə var burada? Başqa bir münasibətdə, əslində münasibətlər ola bilər ki, siz artıq belə deyək də tamamlanmış münasibətləri qura bilərsiniz. Yəni özünüzün tam olaraq həyatınızda sizi tamamlayacaq, sizə görə olan insanı tapa da bilərsiniz, onu həyatınıza dəvət eləyə də bilərsiniz, tapmış ola da bilərsiniz əslində. Həyatınıza romantik bəyləri çəkə də bilirsiniz. Deməzdim ki, həyatınıza romantik bəyləri çəkmirsiniz. Romantik bəyləri çəkə də bilərsiniz, bəyənilə də bilirsiniz və s. Və
sadəcə evlilik mövzusu biraz sizə çox uzaq gəlir, sanki uzaqda qalır. Yəni sizin üçün bir tamamlanma, bir evlilik, evlilikdə xoşbəxtlik, bunlar sizin üçün zehnən uzaqdadır sanki. Mən deməzdim ki, siz münasibətlər qura bilmirsiniz, münasibət alındıra bilmirsiniz, heç kəs sizinlə danışmır, heç kəs sizi bəyənmir. Yox, sadəcə siz özünüz hədəfləriniz var, məqsədləriniz var, orada evliliyi hara qoymaq istəyirsiniz, orada münasibət, evlilik hardadır, sevgi hardadır. Bunu yerləşdirə bilmirsiniz sanki şu indi hal-hazırda beyninizdə. Baxaq görə sizi nə narahat edir münasibətlərlə bağlı? Hansı bir döngü sizi narahat edir? Münasibətlərdə sizi hansı döngü narahat edir? Münasibətlərdə sizi hansı döngü? Dediyim kimi bəlirsizlik döngüsü var. Sonunu görə bilməmə döngüsü var. Bu necə olacaq bilməmə döngüsü var. Və ailə ilə bağlı qorxulardır sizdə. Konkret olaraq ailənin özü ilə bağlı. Ailə nə deməkdir? Ailə qurmaq necə bir hissdir? Ailəyə aid olmaq necə hissdir? Bir ailəni idarə eləmək, o ailənin içərisində olmaq necə bir hissdir? Və bu duyğular özünüzü sanki ailə münasibətində necə aparmaq lazımdır? Kimə güvənə bilərəm, kimdir ki, o güvənə biləcəyim insan. Davamlı sanki bilirsiniz necə, bu qorxularla aldadılırsınız və ya aldadırsınız bax bu qorxularla münasibətlərdə. Deyərdim ki, bu ata ilə daha çox bağlıdır, ata xəttinizlə daha çox bağlıdır. Həyatınızda bir bitiş sizdə də yaşanıb, bir xəyanət, ayrılıq, bitiş nə yaşanıb? Nə ilə bağlıdır ümumiyyətlə bu senari? Nə ilə bağlıdır? Bu senari nə ilə bağlıdır? Bu senari. Ana tərəfdə ananız ola bilər ya biraz dili acı qadındır, ya belə deyək də biraz sərt xanım olub və istər öz həyatınızda, istər öz evinizdə anidən ya mübahisələr, ya ayrılıqlar sizi çox fazla da, elə ki, onun bitişlərin ağırlığına qaldıra bilməmisiniz. Elə bir bitişlərin, bütün ayrılıqların ağırlığı hal-hazırda sizin çiyninizdədir və siz irəliləyə bilmirsiniz. Sizə görə ailə qurma yolları sizə bağlıdır. Yəni, sizin münasibətlərinizdəki problem bir münasibət qurmaqdan daha artığında onu ailəyə çevirmə problemidir. Ailəyə çevirmə problemidir. Yaxşı. Bax görək, bu yaşanılan nə ilə daha çox bağlıdır? Hansı hisslə, hansı enerji ilə bağlıdır bu cür düşünməyiniz, ailə qura bilməməyiniz, ailədə özünüzü görə bilməməyiniz, ailədə özünüzü hiss edə bilməməyiniz, ailəyə aid hiss edə bilməməyiniz, bu nə ilə bağlıdır? Baxaq. Bu ilk növbədə sizin içinizdəki biraz qəzəbin enerjisi ilə bağlıdır. Biraz həyatınızda çəkdiyiniz kişi modelləri bax belədir. Ya siz özünüz bəysinizsə beləsiniz. Acı dil və rahatına düşkün. Biri var ki, fədakar insan çəkirsiniz həyatınızda. Biri də var ki, sözümü deyərəm, çıxıb gedərəm, vecimə də deyil. Bax, bu tipdə insanları siz çox həyatınıza çəkirsiniz. Çox həyatınızda mübarizə var, mübahisə var. Düzdür, həmin insanlar ümumiyyətlə sizə geri dönüş eləyirlərmi? Bəli, geri dönüş eləyirlər. Amma çox sirli, qaranlıq, belə qərarsız, davakar, bunları həyatınıza çox çəkirsiniz əzizlərim. Yəni, həyatınızda sizə qarşı ciddi addımlar atılır. Demirəm sizə qarşı kişilərin addımı ciddi deyil, yox, sizə qarşı ciddi addımlar atılır, həqiqətən bəyənilirsiniz. Sadəcə sizin özünüzün, bu sizin ata xəttinizlə daha çox bağlıdır. Sizin durumunuzda elə bir şey var ki, hal-hazırda, sizin üçün hər zaman kişilər güvənilməzdir, sizin üçün biraz kişilər yalancıdır, sizin üçün biraz kişilər zəifdir. Bəziləriniz ümumiyyətlə fikirləşirsiniz ki, heç bir kişi davamlı sizin yanınızda olmayacaq, qalmayacaq. Güclü kişi çəkəcəm, o da öz gücü ilə və maddiyyatı ilə məni aldada bilər. Yəni, bax, belə bir durum var. Bu kiminlə bağlıdır? Bu cür inancılar sizdə kimləndir? Bu cür inanclar sizdə kiminlə bağlıdır? Baxın, öz ailənizlə, öz ailədə gördüyünüz, yəni öz ailə dediyiniz sizin üçün ümumiyyətlə
qadın fiqurları çox güclüdür sizin ətrafınızda. İstər ananız olsun, istər siz olasınız, istər nənəniz olsun. Belə dikbaş qadınlar olub, istədiyini bilən qadınlar olub sizin sizin ətrafınızda ümumiyyətlə. Və yaxud da siz özünüz belə bir qadınsınız. Bəs yanlış inanclar xüsusilə kiminlə bağlıdır? Yanlış inanclar xüsusilə kiminlə bağlıdır? Yanlış, bu evliliklə bağlı yanlış inanclar xüsusilə. Kimlərdə ki, baxın, bu sizin ailənizdə və yaxud da nəsildə ola bilər. Kimdə ki, qəflətən ən gözəl və ən yaxşı vaxtında xəyanətə uğrayıb və tərk edilib, ayrılıq yaşanıb və artıq belə deyək də, qəlb qırıntısından sonra hər kəs maddiyatı seçib. Sanki buradakı enerjide belə bir şey var. Onsuz da sevgidə xəyanət var, onsuz da sevgidə xaos var, rahatlıq yoxdur. Ondan sonra pulu seçərəm, ondan sonra gücü seçərəm, ondan sonra belə deyək də, yalnız olmağı və tək mübarizə aparmağı seçərəm. Fikir verirsiniz, xanımların hamısı aşırı dərəcədə güclüdürlər. Lazım olmayacaq dərəcədə aqressiya və güc var xanımlarda. Bu da əlbəttə ki, xanıma güc lazımdır, amma qadınlıq enerjisi çox vacibdir. Yəni sizi hal-hazırda evlənməyinizə qoymayan səbəblər, bax bu dediyim səbəblərdir. Və yenə deyirəm, bununla bağlı özəl və böyük, geniş video çəkəcəm. Həm Instagram hesabımda, həm Telegram hesabımda, həm burada ümumiyyətlə paylaşacağım ki, bunu çox adam görsün və artıq həqiqətən də başa düşsün ki, hardan başlamaq lazımdır. Həqiqətən də, çünki baxın, burada da deyir, siz də yeni başlanğıc eləmək istəyirsiniz, amma içinizdəki qəzəb, içinizdə aqressiyanı atmadan başlayırsınız. Hələ də kimlənsə düşmənsiniz, kimsə bağışlamamısınız, kimlənsə beyninizin içində mübarizə aparırsınız və eyni zamanda deyirsiniz ki, mən sevgi yaşayıram, qəşəng, amma olmur. Hansısa uzaq məsafə ilə getmək istəyirsiniz, ola bilər. Ola bilər kimsə təzə eksi ilə barışıb, ayrıldığınız biri ilə barışmısınız, uşaqlarınız var və yaxud da övladınız var. Bax belə əzizlərim, özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın. Mənim üçün çox önəmlidir. Sizin fikirləriniz hər zaman. Mən bunu gecə çəkirəm əslində, ona görə gecəniz xeyir deyirəm. Siz bunu nə vaxt izləsəniz, o vaxtınız xeyirli uğurlu olsun.